Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiyyəl mürsəlin. Seyyid Muhammedin və alə alihi və ashabihi əcməin və ba'd. Esselamu aleykum və rahmetullahi və bərəkatuh. Deməli, keçən mövzuda müəllif rahiməhullah sehr barədə danışdı və dedi ki, sehr barədə nə gəlib? Və müəllif rahiməhullah biz bilirik ki, hələ belə salmayıb bu fəsilləri. Çünki mövzu tohiddəndir və tohidə zidd olan məsələlərdən. Və nə tohiddəndir və tohidə ziddir, yəni şirkdir, müəllif rahiməhullah toxunun məsələyə. Və sehr mövzusu da, yəni çox uzun məlumdur və şəriətlə haramdır və hətta seyirbaz tağutun növlərindəndir. Çünki tağut bir ki moddub saat və tağutun növlərindən biridir. Və həmçinin sehirin də növləri var. Ona görə müəllif rahiməhullah aleyhissalam, ona görə müəllif rahiməhullah ikinci fəsildə, yəni bundan sonraki fəsildə yenə bu məsələyə aid davam edir və buyurur ki, Babu bayanu şeyin min ənva'is sehir. Aleyhissalam. Yəni, sehir barədə yenə davam edir. Aleyhissalam. Və buyurur ki, sehirin növlarından bəzi şeyləri bəyanı, yəni aydınlığı. Aleyhissalam. Çünki müəllif bunu gətirməkdə göstərir ki, yəni sehirin növləri var. Və keçən dəstə dedik ki, elə növ var ki, küfürdür, elə növ var ki, fasiqlidir. Küfür deyil. Yəni, küfür həddinə çatmayıb. Yəni, fasiqlidir. Və sehirdə hər bir şeyi, yəni, nəsə belə səbəbi gizli olsa, ümumiyyətlə, ərəb dilində sehr adlanır. Yəni, dərk eləmək çətin olsa, gizli olsa, aleyhissalam, sehr adlanır. Və müəllif rahiməhullah buyurur ki, qalə Əhməd, həddəsənə Muhammed ibn Cəfər, həddəsənə Avf, ən Həyyan ibn Ələ, həddəsənə Qatanu ibn Qabisa, ən Əbi, ənəhu səmiyyən Nəbi sallallahu aleyhi və səlləm, qal, innəl iyafətə və tarqa və tayrata minəl cibdi. Deməli, müəllif rahiməhullah hədisi gətirməkdə bildirir ki, innəl iyafətə. İyafətə müəllif, rahiməhullah, yəni Peyğəmbər sallallahu aleyhi ve selləm iyafə deməli, elə bir ki, bir baxıcılığın bir növüdür. Yəni, cahillik dövründə quşu atırdılar belə. Məsələn, sağa dönsəydi, bir cür fikirləşirdilər. Sola dönsəydi, bir cür fikirləşirdilər. Arxaya geçsəydi, bir cür. Qabağa geçsəydi, Allah bilir, necə fikirləşirdilər. Ona görə bir şey eləmək istəyəndə elə bir ki, bizdə istixarə deyil. Biz bilmirik, xeyirlidir və s. Biz onsuz da gedirik onun dalınca. Amma məsələn, cahillik devrində hələ deyildi. Məsələn, quşu buraxırdılar. Əgər məsələn, hansı tərəfə uçsaydı, onunla öz səfərlərin, öz işlərin təyin edirdilər. Bu, indi də görə bilərsən, yəni bu küfrün növlərindəndir. Yəni, o məqsədlə quş uçurulursa, yəni bunu edirlər. Təbii ki, quşdan istifadə eləmək olar, məsələn, ov üçün və s. Amma, məsələn, baxmaq üçün nəyisə təyin eləmək üçün olmaz. Xüsusən də gedəsən, yoxsa yox. Və sonra sallallahu aleyhi ve sellem buyurur ki, vəttarqa. Vəttarq da ümumiyyətlə tarix sözündəndir, yəni yerdə xət çəkmək. Yəni, bəzi baxçılar, görürsən, cahillik devrində xətlər çəkirdilər, sonra pozurdular, hansısa qaldı, ondansa nəsə fikirləşirdilər, nəyisə qadağan edirdilər özlərinə və edirdilər. Bu da, yəni, haramdır. Yəni, bu da baxıcılığın bir növlərindən biridir. Bu da olmaz.
Belə xət çəkmək olar yerdə. Peyğəmbər sallallahu aleyhi ve sellem xət çəkib, sonra düz xət və sağından, solundan xətlər çəkib və ya məsələn, yerdə belə xət çəkmək olar bir sütrə kimi. Həmbəli məhzəbində olar. Həmbəli məhzəbində sütrə hətta belə xət çəkmək olar, sayılır. Belə ay şəklində belə. Amma belə baxıcılıq məqsədi ilə çəkilirsə olmaz. Haramdır. Aydındır, qardaşlar. Və sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem وَالطِّيَارَةَ həmçinin, yəni tiyarat həmçinin o əvvəlkinə əlaqəlidir. Yəni, quşlarla yenə baxıcılıq eləmək. Quşlarla baxıcılıq eləmək və ya məsələn, tutaq ki, nədənsə həmişə görüb nəsə fikirləşməyi. Məsələn, çıxdın, məsələn, gördün kör. Deyəcəksən, nəsə işim alınmayacaq. Belə əlamətlər, belə şeylərə inanmaq olmaz. Aydındır, belə şeylərə bağlanmaq olmaz. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem rivayətin axırında nə deyir? Minəl cibdi. Cibdə nə dedik? Cibt, yəni sehirdir. Yəni sehrin növlərindəndir. Yəni müəllif rahimullah bu fəsildə yəni növlərindən danışır sehirin. Və sonra buyurur ki, qalə avfu əliyyəfətu zəcru tayri və tarqu al-xattu yuxattu bil-ardi vəl-cibtu qalə Həsən rannətu şeytan isnədu ceyn. Deməli, sonra müəllif rahimullah hətta hədisində Avfun rivayətini gətirib ki, oradakı olan kəlmələri şərh edir. Təbii ki, bunlar yəni toxunduq ki, bunlar hamısı sehirdəndir. Və qalə Həsən, Həsən də buyurur ki, deməli, rənnətu şeytan, yəni şeytanın yolundandır, şeytanın vəsvəsələndəndir, şeytanın səsidir və s. Yəni, bu cür əməllər. Sonra müəllif rahimullah burada buyurur ki, Ən İbn Əbbəsin radiyallahu anhumə qalə Rasulullah sallallahu aleyhi ve sellem mən iqtəbəsə şübətən minən nucum fəqad iqtəbəsə şübətən minən sihr. Sonra müəllif rahimullah zədə məzəd. Sonra müəllif rahimullah buyurur ki, iqtəbəsə şübə minən nucum. Yəni, iqtəbəsə kim bir şey, yəni ulduz elmindən tələb eləsə və ya ulduzlar tələb eləsə, yəni öyrənsə, o artıq elə bil ki, sehrin bir şöbəsindən bir şey öyrənib, növündən bir şey öyrənib. Yəni, müəllif burada sehrin növlərindən danışır. İndi isə gətirir ulduzlar məsələsini. Kim ulduzları istifadə eləsə baxıcılıq üçün, onda onun bu hərəkəti sehr olacaq. Və bu cür haramdır. Ona görə burada daxildir o, deməli, qaraskop deyirlər, ulduzlarla talih həlləmək və s. olan hamısı, yəni, münəccimlik ümumiyyətlə olmaz, haramdır. Yəni, necə münəccimlik? Münəccimliklə baxmaq olmaz, haramdır. Və onlar da haramdır. Və görürsünüz, bəzi şeylər hansı ki, cahillik dövrdə var idi, indi də tamamlayır. İndi də var. İndi də var, qalıb əlamətləri. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, vələ səfər, səfər ayı, da heç də yoxdur, adi aydı, lakin indi görürsən ki, səfər ayı gələndə məsələn, toyləmirlər. Aydın deyirlər, çünki ağırdır. Aydın neçə kilo demirlər, prosto deyirlər, ağırdır. Aydın fikirləsən, qalıb. Belə çox şeylər qalıb. Yəni, insanlar belədir. Kim ki, təvhid elmini dərk eləməsə düzgün, o şirkin hansısa bir şöbəsində fırlanır. Ona görə, qardaşlar, ulduz falı və s. bunlar haram da olmaz. Və təbii ki, öyrənmək olar, astronomiya öyrənmək olar. Yəni, səma elmin və s. kainatları, ulduzları, yəni bir elm kimi. Amma hansı qadağandır? Onlarla baxmaq. Və ya onlarla demək ki, təsir edir. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, deyir ki, mənə iman gətirən oldu və ulduzlara iman gətirməyən, küfr eləyən oldu və həmçinin ulduzlara iman gətirib mənə küfr eləyən oldu.
Dedilər ki, ya Rasul, necə? Dedi ki, kimdirsə ki, bu ulduzun səbəbi ilə yağış yağdı, artıq mənə küfr edib, ulduzlara iman gətirib. Amma kimdirsə ki, Allah Taala'nın rəhməti ilə nazil olub, fəziləti ilə, onda mənə iman gətirib, ulduzlara küfr edir. Yəni, ulduzlar heç bir şey yoxdur. Allahın izni ilə hər şey olur. Yəni, ümumiyyətlə, hər şey birinci Allah Taala'nın izni olur. Hər şey. Sadəcə səbəb ola bilər bəzi şeylər, o səbəb də baxır hansı səbəbdir, şəriət əgər o səbəbi sahibsə. Amma şəriət deməyən səbəblər, sən səbəb kimi gətirsən olmaz. Ona görə, əlhamdülillah, ulduzlar Allah Taala yaradıb 3 şey üçün. Həm dünyanı bəzədib ondan, səmanı, həm cinləri qovmaq üçün, hərdən görürsən, ulduz belə gedir. Həmçinin də qabaq yolları tanımaq üçün, qabaq karvanlar, dənizdə gəmilər, ulduzları nişan götürüb gedirdilər o cür. Bu şeylərdən kompas kimi, bəli. Bu cür ulduzlardan istifadə eləmək olar. Amma başqa cür olmaz. Aydındır, başqa cür artıq çıxdın sən öz düzgün yolundan və gelirsən artıq şirkə. Və həmçinin müəllif rahimehullah burada Nəsai'nin rivayətini gətirir ki, Əbu Hüreyrə rivayət edib ki, mən aqada uqdatan thumma nafatha fiha faqad sahara. Və men sahara faqad ashraka. Və men ta'allaqa şey'an vukila ilayhi. Vukila ilayhi. Və hədis həmçinin Nəsai rivayət edib və burada Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mən aqada uqdatan. Kim bir düğün atsa və sonra üfürsə. Yəni, əsasən burada Şeyx Müəllif rahimehullah sehrin başqa bir növünü bəyan etmək üçün gətirir. Yəni, sehrin həmçinin növlərindən də belə eləyirdilər ki, düyün bağlayıb üfürürdülər. Sehir məqsədi ilə. Və həmçinin də o Nas surəsində də keçir. Ya doğrusu Fələq surəsindədir. Nəffəsəti fil uqad. Yəni, düyünə üfürənlər, sehirbazlar. Yəni, müəllif rahimehullah bunu da getirir ki, sehirin həmçinin bu da növündəndir. Amma üfürmək olar, belə gəlib ki, Quran ayələri oxuyub, üfürüb, gecə yatanda bədənvə çəkmək. Belə olar. Amma hansısa düyün eləyib, hansısa sehir məqsədi ilə eləmək, nəysə kiməsə təsir eləmək olmaz. O artıq haramdır, çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, kim düyün eləyib, sonra üfürsə, faqat səhara, artıq sehirə edir və kim sehirir, və mən səhara, kim sehir eləyirsə, faqat əşrəkə şirk eləyir və mən təalləqə şeyən və kim bir şey bağlansa, vukilə iləyir, yəni onunla olacaq. Yəni, o onun dostu olacaq, onun vəkili olacaq. Həm bu dünyada, axirətdə. Ona görə, kimlər ki bağlanır, kimlər ki Allahdan qeyrisini ibadət edir və s. Onlar elə bilirlər ki, qiyamət günü onlar kömək eləyəcək, ancaq yox. Qiyamət günü onlar ona kömək eləməyəcək və hətta onlar qiyamət günü öz kimlər ki onlara ibadət edirdi, onlara qarşı olacaqlar. Deyəcəklər, biz sizə demişdik, məyər, gəlin, bizə ibadət edin və ya bizi vasitə qoşun. Aydın qardaşlar. Və bunlar hamısı, yəni, şirkin növlərindəndir. Sonra müəllif rahimehullah buyurur ki, İbn Məsudin radiyallahu anhuma buyurur ki, Ənə Rasulullah sallallahu aleyhi ve sellem qal, Ələ həl unabbi'kum məl adhu hiyən nəmimə əl-qalətu beynən nəs. Peyğəmbər sallallahu aleyhi ve sellem həmçinin İbn Məsudin rivayətində deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Ələ həl unabbi'kum məl adhu. Ələ, yəni, elə bir ki, bir sual işarəsi kimidir ki, sizə xəbər verinmi adhu nədir? Adhu, deməli, qırmaq mənasında gəlir, bölmək mənasında, ərəb dilində. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, deyim ki, sizə nə bölür, nə ayırır, elə bir ki, belə soruşur. Ələ, deyim mi? O, Əbu Bakır Cəzari belə olanda deyir, ələ, deyir ki, elə bir ki, bu zəngidir. Deyir, alo, yəni qulaq askına sənə nə deyirlər? Ələ, deməli,
Dedi ki, nəmimə, nəmmamlıq. Məqalə beynənnəs. İnsanların arasında bölmək üçün, söz aparıb daşımaq. Nəmimə. Lakin müəllif fikir verir, nəmimə sehri oxşatdı. Çünki nəmmam gizlədir axı. Gedir belə danışır. Belə danışır. Aydın məqsədi nədir? Ara vurmaq, bölmək. Sehir də əsasən bunun üçün daxı. Sehir də əsasən ən böyük sehirin məqsədlərindən, əməllərindən əsasən istifadə olunanlar ki, əlin arvada ayırmaq üçün. Ayırmaq. Aydındır. O vaxt ki, nəmmamlıq da bunu oxşayıb, yəni müəllif rahimehullah sehirin növlərindən gətirib. Sehirin növlərindən həm də gizlindir. Xəfidir. Gizlindir yeri, gizlin söhbət elə aşkar deyil axı. Ona görə bu da, yəni, bax, sehirin növlərindən gətirib müəllif rahimehullah. Çünki müəllif bu fəsildə, yəni, məqsədi sehirin növlərini bəyanləməkdir. Nəmmamlıq da bir üstü böyük günah, düz moddub saat. Böyük günah da həmçinin daima mod olub. Bu gün də moddur. Böyük günahlardandır. Yəni, əzaba səbəbdir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem o qəbrin ki, yanından keçəndə iki qəbrin dedi ki, onlar əzab çəkir. Onlardan da biri nə idi? Nəmmamlıq eləyirdi. Nəmmamlıq, yəni söz götürür, gedib başqa mənada çatdırırdı ki, dəndədir, fitnə olsun və s. ayırsın. Və o birisi nəyə görə əzab çəkirdi? Ayaq yoluna gedəndə özün qorumurdu. Ona görə ayaq yolunda batır düşdü. Təsəvvürlə, əgər bunlar qəbir azabına səbəbdirsə, gör başqa şeylər necə? Elə qardaşlar. Ona görə müsəlman adi ayaq yolunda ehtiyatlı olmalıdır. Ayaq yolunda. Hələ mən danışıram dildən, gözdən və qulaqdan. Aydın, əgər ayaq yolunda sən ehtiyatlı olmalısan ki, yəni əzaba səbəbdirsə və təsəvvürlə başqa şeylər nədir? Ona görə müəllif, daha doğrusu, insan, müsəlman öz üzərində çalışmalıdır. İndiki məsələlər ki, atılıb qardaşlar, özümüzü yaddan çıxardıb. İndiki məsələlər ki, saat atıblar, təbii ki, atmaqda da səbəb var. Atmaqda səbəb nədir qardaşlar? Səbəb budur ki, birinci cəmaatı bölmək. Birinci cəmaatı bölmək, həmçinin birinci cəmaatı bölməkdir. İkinci dəvəti zəiflətmək. Üçüncü bəziləri özlərini göstərmək. Məsələn, tutaq ki, hansı bir fikri tutur, deyir ki, belə mənə fikir verəcəklər. Və ya məsələn, kiməsə acıq eləmək. Nədir, bir dənə, mən onlar deyəni deməyim də, bir dənə belə fərqlənim belə. Və ya məsələn, fitnə eləmək. Yəni, cürbəcürdür. Və adam da başqalarından danışanda özün yaddan çıxardır. Çox vaxt. Ona görə, qardaşlar, bunlar hamısı bizə nəyə gətirir, nəyə başa salır ki, biz öz üzərimizdə çalışmaq. Öz üzərimizdə çalışmaq və o şeylər ki, bizə aiddir, onları əsas üstündə dayanmaq və o şeylər ki, bizə aid deyil, onları tərk eləmək. Aydın, xüsusən əgər onda bir fayda yoxdur. Məsələn, tutaq ki, namaz qılmayan hökmü. Nə var burada? Nə faydası var bu hökm, məsələn? Belə baxanda bu məsələnin heç faydası yoxdur. Heç bir faydası yoxdur. Heç bir. Xüsusən də gəlir ixtilafdırsa. Heç bir. İkinci də həmçinin tələb olunmayıb bizdən. Yəni, hətta namaz qılmaya əgər hökm vermək istənsə sənlik deyil. Şeyx Salih deyir, məhkəmə olur. Məhkəmədən sonra təyin edir. Çünki kafir deyəndən sonra ölməlidir. Təyin eləmək üçün də bu işlərə kim baxır? Hakim, qazı. Yenə sənlik deyil. Yəni, necə istəyən fırlat, sənlik deyil. Lakin, təbii ki, qardaşlar, bu məsələni qaldırmaqda məqsəd var. 5.44-də aparmaq üçün. Sadəcə, nədir məqsəd? Sən öyrəşdirir kafir deməyə.
Çünki bu məsələni şirdənlər, bunlar nə ki namaz qılmayanları? Namaz qılanları kafir sayır. Aydındır. Məqsəd başqadır. Ona görə kim ki o tora düşsə, getdi. Və ya ət. Sən yemə, sən ət yemə. O sana düşündür. Amma şirtmək. Baxsa əxlaq pis gündə, deyirəm, ancaq mən ət yemirəm. Valideynə münasibət pis gündə, mən ət yemirəm, mən baba olmaram, ət yemirəm. Bu düzgündür. Bu düzgündür, qardaş. Belə düzgün deyil. Aydındır, qardaşlar. Fikir versən, nəmimə böyük günahlardandır. Böyük kabairdir. Yəni, əzaba səbəbdir. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, nəmmam cənnətə girməyəcək. Nəmmam cənnətə girməyəcək. Düzdür, o demək deyil, kafirdir. Yəni, burada qorxuzmaq üçündür. Yəni, ola bilər əvvəldən. Aydındır, əvvəldən ola bilər. Həmçin, bəzi ləfslər var axı. Demiş ki, dəfələrlə ki, hərdən görsən ayələr var, hədislər var, alimlərin fitvası qorxuzmaq məqsədi ilə. Yəni, məqsəd qorxuzmaq daşıyır. Qorxuzmaq məqsədi daşıyır. Ona görə hədisdə gəlib ki, nəmmam cənnətə girməyəcək, yəni qorxuzmaq mənasındadır və ya ola bilər, həmçinin mənalarından biri ola bilər ki, yəni əvvəldən. Amma sonradan girəcək, yəni əzabını çəkəndən sonra miqdarın. Nə miqdarda əzab eləyib, günah eləyib. Və müəllif rahimehullah, yəni bu hədisi gətirməkdən məqsəd, həmçinin fikir verirsən, nəmmamlıq da sehrin növlərindən biridir. Və ümumiyyətlə, şərii qaydalara fikir versək, əmirlərə, nəhillərə, o şeylər ki, təfriqəyə aparır, şəriət qoymayıb. O şeylər ki, fitnəyə aparır, şəriət qoymayıb. O şeylər ki, bölünməyə aparır, şəriət qadağanlayıb. Çünki şəriət nəyə aparıb? Əsasən həmişə birliyə. Birliyə əmr edib, birliyə dəvət edib və birliyi tərifləyir və birliyi qəbulləyir. Amma o şeylər ki, təfriqəyə aparır və s. qəbulləməyib onu. Pisləyib o hərəkətləri. Həmçində nəmmamlıq da nədir? Pislənib nə üçün? Nəmmamlıq bölür. Bölür. Ona görə, məsələn, hərdən, özün də fikir verirsən ki, nəmmamlığın səbəbinə həmçinin şayələr çoxalır. Zənnlər çoxalır, yalanlar çoxalır. Yəni, fəsada gətirir, çıxardır cəmiyyətdə. Ona görə, əlacı nədir, qardaşlar? Nəmmam olanda susturmaq, nəmmam eşidəndə dəqiqləşdirmək, belə, inşallah, həm nəmmamlara, yəni, qapı açılmayacaq. Və sonra buyurur ki, rahiməhullah, bir rivayət də gətirir ki, وَلَهُمَا عَنِ ibn Ömər radiyallahu anhuma ənnə Rasulullah sallallahu aleyhi ve sellem qal İnnə minəl bəyani lə sihra İnnə minəl bəyani lə sihr. Yəni, bəyanda nə var, qardaşlar? Bəyanda da həmçinin sehir var. Yəni, müəllif rahiməhullah həmçinin sehrin növlərindən, çünki fəsil nədən gedir söhbət? Sehrin növlərindən. Özdə bəzi növlərin Şeyx rahiməhullah burada qeyd edir. Yəni, sehrin növlərindən həmçinin nədir? Deməli, danışmaq, bəyan. Bəyan burada, indi, o demək öyle, hər danışmaq, yəni sehr olur. Çünki, ne üçün sehr adlanır? Gizlidir. Ola bilər insan batili haqqımı göstərsin danışığında. Ona görə insan hər adama qulaq asmaz. Aydındır, çünki bəyanda da sehrə bənzədir Peyğəmbər sallallahu aleyhi ve sellem. Sehr ola bilər, çünki sehr nədir? Gizli bir şeydir, yəni o görsənmir. Söhbət də elədir. Xüsusən də cahil məsələn bilmir, mütəməkkin adam bilməz, nə də haqq, nə də batili. Ola bilər biri elə gözəl danışar ki, elə ağlayar ki, hələ Allah deyən kimi ağlayır. O demək deyil, o haqdır. Aydın qardaşlar, o demək deyil, o haqdır. Ona görə eşidəndə də, qardaşlar, bir söhbətdə də
bir söhbətdə də hərdən eləndə ehtiyatlı olun. Ola bilər biri gəlirsin ki, İslam və s. müsibətdir belə. O demək o düzdür. O saat dərhal inanmaq lazım deyil. Və indi belədir. İndi məsələn, çox bir dənə belə pis belə abu-hava yanılır. Kim ərəb dili öyrənir, artıq müstəqilləşir. Düzgün deyil. Ərəb dili o demək deyilsən artıq məsələni başa düşəcəksən. Ola bilər sözü başa düşəsən, ancaq o demək deyil məsələni başa düşdün. Məsələn, o məsələni tutaq ki, sən oxusan cümlədə ərəbcə tərcümə elə bilsən, o demək deyil qutardı. O məsələni başa düşmək üçün nə qədər oxumalısan elə? Özdə müəllim yanında, elə məsələ var, müəllimə ehtiyacın var. Sən durduğun ki, mən müstəqil, əlif, bəni öyrəndim, mən artıq müstəqiləm, səhvdir. İndi bu saat belə qəribə bir abu-hava yanan, ərəb dili bilənlər, ayrıca müstəqillərdir. Düzgündür. Ona görə qardaşlar, ərəb dili öyrənmək yaxşıdır. Lakin o demək deyil, sən artıq başa düşəcəksən. Ola bilsin, tərcümə elə bilərsən, oxuya bilərsən. Amma o demək deyil, sən başa düşəcəksən düzgün. Aydındır, düzgün başa düşmək üçün insan oxumalıdır, müəllim olmalıdır. Hansı kitabları oxumaq lazım müəllim yanında. Sən dur, müstəqil, ərəbcə oxu və başda nələrsə qəribə şeylər deməyə o səhvdir. Yəni, azmaq ehtimalı çoxdur. Azmaq ehtimalı çoxdur. Ona görə sələflərdən deyənlər olub ki, alimlərdən kimin müəllimi kitabdır, müəllimi şeytandır. Yəni ki, müəllimsiz elm alırsa, o azmaq ehtimalı çoxdur. Ona mütləq müəllim lazımdır. Aydın onu yetirməyə və s. Və burada Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İnnə minəl bəyan ilə sehra. Bəyanda da sehir var, yəni söhbətdə də. Hər nə olub bilər, gözəl danışsın. Adam var, məsələn, danışa bilər gözəl. Hazırlaşar. Məsələn, bu sözü, məsələn, belə deyəcəm, bu söz belə deyəcəm, təsir edəsin. Yəni, söz də təsir edə bilər. Aydındır? Yəni, sehrin bir növlərindəndir, lakin nə vaxt olur, əgər, təbii ki, əgər batil olsa, əgər qəsd başqa olsa, və s. Allah'tmaq məqsədi olsa, yəni ona aparır, təfriqə olsa və s. Bunlar hamısı daxildir buna. Bax, müəllif, rahimullah, bununla qutarır. Yəni, bəzi sehrin növlənin, burada məsələlər gətirir ki, bəs İyafətə və tarqa və tayrata minəl cibt, yəni sehrin bəzi növlərindən qeyd edilir, sonra təfsirül İyafə nədir və tarqi, bəzi növlərindən danışdı, necə salilər xət çəkirdilər, pozurdular, hansı qaldı və s. Həmçinin ulduzlar elmi də həmçinin sehrin bir növlərindəndir və həmçinin sehrin növlərindən düyün atıb üfürmək, sehrin növlərindən də həmçinin deyir ki, nəmimə həmçinin növlərindən biridir və həmçinin bəzi bəlağətli söhbətlər də həmçinin sehrin növlərindən ola bilər və müəllif qutarır bu fəsli və sonra buyurur ki, Babu məcəə fil kuhani və nəhvihim. İndi gəlir söhbət, deməli, baxıcılardan. Bu da moddur. İndi gəlir müəllif, bunların növlərini, bu da tağutdur, yəni tağut da moddadır bu saat, tağutun növlərindəndir. İnşallah bu qalsın gələn dərsimizə. Allah bilir düzün. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.